Salamlayıram sizi, dəyərli müəllimlərimiz. Bu günləri sizə Naxçıvan sertifikasiya müsahibə hazırlığı üzrə əsas istiqamətləri təqdim edəcəm. Müsahibə hazırlığı zamanı maksimum 40 bal toplamaq olar. Və 40 balı toplamaqdan ötürü hansı meyarlara diqqət etmək lazım olduğunu sizə təqdim edirəm. Birinci meyarımız özünü təqdim etmə bacarığı maksimum 8 balla qiymətləndirilir. Özünü təqdim etmə zamanı ad, soyad, universiteti bildirmək, hansı universiteti ki bitirmisiniz, məktəb, hansı məktəbdə işləyirsiniz, iş fəaliyyətinə neçənci illərdən başlamısınız, bu hissələri demək kifayət edir. Uzun bir şəkildə danışmağa ehtiyac yoxdur. Sadəcə səlis nitq lazımdır. Özümüz haqqında faktları və sübutları deməkdən ötürü səlis nitqə sahib olmalıyıq. Mütləq. Keçid alırıq ikinci meyarımıza. Pedaqoji prosesi təşkil etmə bacarığı. Pedaqoji prosesi təşkil edərkən pedaqoji tələblər nəzərə alınacaq. Şagirdlərin meyl maraqlarına nəzərə alınması, onlar üçün dərsi nə dərəcədə maraqlı qurmaq, ayrı-seçkilik etməmək, təlimdə, təhsildə bərabər imkanlar, daha sonra dəstəkləyici mühitin yaradılması, necə fəaliyyətlərini stimullaşdırırıq. Bu istiqamətlər inkişaf yönümlülükdür, inklüzivlikdir, məktəb valideyn əlaqələridir. Hər bir istiqamətə biz toxunacağıq. Pedaqoji tələblər əsas olaraq götürüləcək. Onların adlarını çəkərək xüsusiyyətlərini deməyəcəyik. Sadəcə onlara nə dərəcədə riayət edirik təlim zamanı, bunları bildirməliyik. Keçid alırıq digər meyarımıza. Mövzunu təqdim etmə bacarığı. Heç bir icmalı əzbərdən soruşmurlar. İcmalı yazılı və yaxud çap formada aparmağınız vacib deyil. Siz meyarları 5 mövzunun 5-ini də öyrənmək vacib hesab edilir. Nəyə görə? Əgər sizin öz öhdənizə buraxsalar ki, siz seçib istədiyinizi danışa bilərsiniz. Yox, əgər onlar özləri sual versə ki, məsələn, 2-ci mövzunun motivasiyasını necə qurdun, 3-cü mövzunun refleksiyasını necə apardın, 4-cü mövzunun məsələn, qiymətləndirməsini hansı üsulla etdin, bu zaman siz bütün yazdığınız icmalları bilməlisiniz, anlamalısınız. Buna görə də yazdırsaz belə həmin icmalları öyrənməyiniz mütləqdir. Daha sonra, mövzunu təqdim edərkən şagirdlərin öyrənmə tərzi, maddi-texniki bazadan istifadə edərək və s. müxtəlif istiqamətlər var ki, bunlar qeyd edilməlidir. Şagirdləri qiymətləndirmə bacarığı, şagirdin fəaliyyətini qiymətləndiririk, amma necə? Rubrikdən necə istifadə edirik, meyarı necə təşkil edirik, meyar nə deməkdir? Meyardan necə rəy çıxardırıq? Çünki biz bilirik ki, əvvəllər sadəcə meyar, sonra keyfiyyət səviyyəsi yetərli idi. Amma indi biz şagirdə sadəcə meyar deməyəcəyik. Keyfiyyət səviyyəsi ilə kifayətlənmirik. Nə edirik? Meyara uyğun rəy veririk. Konstruktiv rəy vermək mütləqdir. Daha sonra ünsiyyət bacarığı. Ünsiyyət bacarığında isə əsas nəzərə alırıq müəllim-şagird münasibəti, şagird-şagird münasibəti, müəllim-valideyn münasibəti. Ünsiyyət deyəndə həmkarlarla, məktəb rəhbərliyi ilə də ünsiyyət nəzərdə tutulur. Və bu zaman psixologiya ön plana keçir, psixoloji situasiyalarda suallar verilir, uşaq psixologiyasına, yeniyetmə psixologiyasına toxunulur və buna görə də həm metodika, həm də psixologiya vəhdət daşıyır. Bu istiqamətlər üzrə hazırlıqlarımız da təşkil edilir. Həm fərdi şəkildə, həm qrup şəklində buyurub hazırlaşa bilərsiniz. Hər birinizə uğurlar arzulayıram. Özü hazırlaşan müəllimlərimiz PDF əldə edərək özləri hazırlaşıb yüksək nəticə də əldə edə bilərlər. Hər birinizə uğurlar. Kanalımıza abunə olun. Bundan sonra davamlı izahlarımız olacaq və izləyərək, şərhlərinizi yazaraq həm öyrənə bilərsiniz, həm də bilmədiklərinizi soruşa bilərsiniz.